Xavariclər, bilirsiniz yəqin, biraz məlumat verək. Xavariclər ən qədim firqələrdəndir, əməli olaraq. Hətta başlanğıclar kimdəndir? Zülxüveysiradan. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mal böləndə, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? E'dil ya Rasulallah. Deyir, ədalətli ol, ey Rasulallah. Və Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bunun yaxrucu min dı'di hədə, bunun belindən, bunun nəslindən çıxacaq. Ona görə xarac edir, yaxrucu deyir, ona görə xavaric adlandırıblar. Həmçinin ondan sonra Ali radiyallahu qarşı Siffin döyüşündə çıxıblar. Nəyə görə? Allahdan başqasına deyiblər ki, Allahdan başqa hakim təyin etdin və onu buna görə təkfir ediblər. Onların adları çoxdur. Şurra var, Əzəriqa var, Nəfin ibn Əzraqa görə. Sonra İbadiyyə var, hal-hazırda mövcuddur. O da şəxs adıdır. Sonra Həruriyyə var, yerə görə nisbət olunublar. Və indiki günümüzə qədər xavariclər müəyyən hallarda, müəyyən başqa formalarda olmağa davam edirlər. Və özlərini indi də o vaxt adlandırırlar. Cəmaətül Müslimin, hətta indiyə qədər bu adına var. Cəmaətül Təkfir vəl Hicra. Biz də deyirik təkfirçilər məsələn. Və onlar adlarını müsəlman falan qoysalar da, onların yəni İslam yoluna, müsəlmanların yoluna irəlidən geridən heç bir əlaqəsi yoxdur. Necə ki, Abdullah ibn Əbi Avfə elə bir ki, səhabə buyurur ki, Səid ibn Cümhən tabiin buyurur ki, rahiməhullah, qalə, kunnə nuqatil xavaric. Deyir ki, biz xavariclərin döyüşürdük. Və mə Abdullah ibn Əbi Avfə Quləmun ləhiqəhu. Və Abdullah ibn Əbi Avfə də bizdən, onun bir quləmi, yəni qulu, onlara gedib qoşulur, xavariclərə qoşulur. Fənədəhu və hu fi dəlikə şat. Və deyir, onlar tərəfdən də onu çağırırlar ki, Quləmini çağırır ki, ya Feyruz, hədə məvləkə Abdullah ibn Əbi Avfə. Deyir, ey Feyruz, bu sənin məvlən Abdullah ibn Əbi Avfə, gəl qayıt bizə də, yəni dön biz tərəf, onlara keçmə. Fəqalə ni'mər rəcüli və huvə ləv həcər. O məvləsi deyir ki, uşaq. Deyir ki, gözəl kişidir, kaş ki hicrət eləyəydi. Yəni, müsəlman bizdən, onlar kafirdirlər, biz tərəfə müsəlmanlar hicrət eləyərdi. Subhanallah, o günkü gün bu günkü necə yaxındır. Qalə mə yəqul aduvullah. Onda sahabə Abdullah ibn Əbi Avfə deyir ki, Allahın düşməni nə dedi? Yəni, öz o məvləsinə Allahın düşməni deyir. Qalə yəqulu ni'mər rəcülü ləv həcər. Deyirlər ki, deyir ki, nə gözəl kişidir, əgər hicrət etsəydi. Yəni, insan kimi yaxşı insandır, kaş ki bizə qoşulaydı, bu mənada. Fəqalə hicrətun bə'də hicrəti mə Rasulillahi sallallahu aleyhi ve sellem sələs mərrat. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemlə 3 dəfə, Peyğəmbər sallallahu aleyhi ve sellemlə hicrətdən sonra bir də hicrət, sözünü 3 dəfə təkrar edir. Səmiyyət Rasulullah sallallahu aleyhi ve sellem yəqul. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, səhabə deyir, yəni hədis gətirir birbaşa dəlil. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim. Tubə limən qatələhum və qatəluhu. Sələsən. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem belə eşitdim ki, onlarla döyüşən, onları öldürənlərə tubə olsun və qatəluhu sələsən. Və deyir, onları öldürdülər, döyüşdülər onlarla. 3 dəfə. Yəni 3 dəfə deyir. Yəni, xavariclər əgər artıq silah qaldırıblarsa və bu onların adətidir, birinci danışırlar, əgər imkan düşsə, artıq nə edirlər? Xuruc edirlər, sözlə, sonra silahla və Allah qorusun, axırda haralar gedir, çıxır. Və onların məzhəbləri məşhurdur, yəni ən böyük məşhur olduqları şey, böyük günahlara görə təkfir etməkdir. Necə deyiblər, kim Allah asi olsa, o kafirdir. Hansı ayə ilə? Hansı ayə ilə? Hüccət. Həmən iləm yəhkum bimə ənzəlallah fəuləykumul kafirun. Bu ayəni, yəni indiki təkfirçilər də dəlil gətirir. Allahdan başqasını hökm etmək kafir, yəni Allahdan başqasının qanunu ilə hökm etməyə kafir görmək babından o vaxtki xavariclər də eyni şeyi gətirmişlər. Yəni bu ayəni deyiblər ki, kim Allahın hökmü ilə hökm etməsə, bu ayə dəlildir ki, o kafirdir. Çünki günah eləyən Allahın hökmü ilə hökm etməmişdir. Demək o nədir? Kafirdir. Amma İmam Qurtubi və başqa hamısı buyurur ki, biz bilirik ki, burada söhbət, əgər kimsə Allah Taala'nın dinini, o başqa qanununa razı qaldığı halda Allah Taala'nın dinini dəyişərsə, bu ona aiddir. Və əgər kimsə rüşvətə görə, havasına görə, asiliyə görə din dəyişərsə, Allahdan başqasını hökm edərsə, nədir? Asidir, günahkardır, Allah Taala'nın istəyi altındadır və İslamdan çıxmır. Yəni, onların bəziləri qəbr əzabını inkar ediblər, şəfayəti inkar ediblər, İsa ibn Dəccalın gəlməyini inkar ediblər və onların başqa-başqa müxtəlif sözləri çoxdur.
Əbu Ubeyd Qasim Səlləm rahimehullah, bilirsiniz, 7 fəqihdən biridir, buyurur. Yəni bu böyük günah sahiblərinin təkfir olunmasının əleyhinə olan dəlilləri zikr etdikdən sonra və küfr işlənəndə, biz qeyd etdiyimiz kimi küfr işlənəndə nə nəzərdə tutulur, o sözləri qeyd etdikdən sonra buyurur ki, bizə görə bu hədislər hamısı belə yazılır. Yəni, məsələn, hətta bura aiddir, mən fəalə kədə və kədə fəleysə minnə. Bilirsiniz, Peyğəmbər sallallahu əleyhi və səlləm kim belə etsə bizdən deyil. Bu, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bizdən deyil deməsi, yəni onun İslamdan deyil, bizim dindən deyil deməsi deyil. Əksinə nə deməkdir? Yəni bizə itaat edənlərdən, bizim sünnəmizi qoruyanlardan, bizim yolumuzu gedənlərdən deyil. Və həmçinin bura aiddir küfür, şirk adlanan bəzi günahlar var ki, hansı ki onlar da imanı insandan tam aparmır. Şeyx buyurur, həmən Əbu Ubeyd Əl-Qasim Səlləm buyurur ki, məsələn, Əvxafu mə əxafu alə ümməti əşşirkul əsğar. Deyir ki, ümmətim üçün ən qorxduğum, hədis məşhurdur, nədir? Kiçik şirkdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu feilini adlandırdı, şirk adlandırdı. Və amma bu özü də bu şirki kiçik olaraq vəsfləndirdi. Bu o deməkdir, şirkin nələri var? Növləri var. Kiçik şirk varsa, demək nə də var? Böyük şirk də var və o insanı İslamdan çıxardır, bu şirk isə çıxartmır. Necə ki, Abdullahdan gəlib Məsuddan buyurur, Ər-riba bid'atun və sittun bəbən və şirku misli dəlik. Deyir ki, riba, sələm, 60 neçə şöbədən ibarətdir və şirk də onun kimi. Şirkin də növləri var. Necə ki, günahlar da qeyd etdiyimiz kimi, günahlar da növbə-növdür. Bəziləri şirk və küfür adlanıblar. Və bu əlbəttə ki, Allahla yanaşı ilah götürənin şirki kimi deyil. Və şeyx buyurur ki, bunun mənası, bu hədislərin mənası, yəni müşriklərin əxlaqı ilə əxlaqlanmaq, müşriklərin yolu ilə getmək, müşriklərin xasiyyətini götürmək, onlara oxşamaq mənasındadır. Əsla və əsla insan müşrik oldu, İslamdan çıxdı mənasında deyil. Necə şeyx də həmən ayəni dəlil gətirir. Və mən ləm yəhkum bimə ənzəlallah fəuləykə humul kafirun ayəsini İbn Abbas bu ayənin təfsirində nə deyib? Leysə bi kufrin yanqulu anil millə. İslamdan, millətdən çıxardan küfür deyil. Və qalə Ata ibn Əbi Rabah, Ata da buyurur, rahiməhullah, kufrun dunə kufr. Yəni, subhanallah, fikir versəz, sələfin, əhl-i sünnənin hər bir məsələdə, hər bir şəriətin vergülündə nəyi var? Dəlili var. Öz başına, öz havasını heç nə demir. Hər şey dəliləndir. Qeyd etdiyimiz kimi. Belə buna aid hədislər çoxdur. Misal çəkmək olar. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, Sələtətun min əmril cahiliyyə, ət-ta'nu fil ənsəb vəl-niyahə vəl-ənvə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, 3 şey var ki, cahiliyyə işlərindəndir. Ənsab, yəni belə deyək də, nəslə, dədəbabiyə tən etmək, bizim də ilişmək, söymək, niyahə, ölüm üçün vacibən qopartmaq və ulduza baxmaq, münəccimlik, yəni ulduzla hərəkət eləmək. Və həmçinin hədis Ayətül münafiq tələtin, münafiqin misalı, münafiqin əlamətləri 3 cürdür. İdə həddətə kəzəb ilə əxirihi. Yəni bu demək deyil ki, kim yalan danışsa nə oldu? Münafiq, kafir oldu. Həmçinin hədislərdən hansı ki, ətirlənən qadın çölə çıxıb bir qoymun yanından keçəndə Peyğəmbər salsam, əgər o qoyum onun iyini hiss edirsə, ətirliyini, Peyğəmbər salsam nə deyir? Ənəhə zəniyə. Deyir ki, o zinakardır. Bu əlbəttə ki, hamı bilir ki, bu zina o öldürməyə, daşqalaq olmağı gərəkdirən zina deyil. Və bunlar hamısı, baxmayaraq ki, şirk və küfr adlanıb, amma İslam əhkamını insandan aparmır və onu edən riddə ilə, mürtəddi ilə İslamdan çıxmır, əhl-i sünnənin ittifaqı ilə. Əsərlərə gəlincə sahabələrdən bu arada əsərlər çoxdur. Osman Əl-Hindi deyir, Əl-Nəhdi deyir ki, Dəxaltu alə ibn Məsud. Deyir ki, İbn Məsudun yanına daxil oldum. Və huvə fi beyti məli Kufə. Yəni Kufədən Beytul Malın üstündə idi. Və səmiyyətu yəqul və deyir, onu belə eşitdim. Lə yəbluğu bi'abdin kufran və lə şirkan həttə yəzbəhə li qayrilləh, əv yusalli li qayrih. Deyir ki, qul küfür və ya şirk həddinə çatmaz, hətta Allahdan başqasına qurban kəsməyincə və Allahdan başqasına namaz qılmayınca. Yəni açıq aydın küfür.
Qala an Abi Sufyan qala cavartu ma'a Cəbr ibn Abdullah. Cəbr ibn Abdullahla deyir qonşu oldum, yoldaşlıq elədim. Bir Məkkədə 6 əşhur, 6 ay Məkkədə. Fəsələhu raculun. Həl kuntum tusammuna ahadan min əhlil qibləti kafira? Bir kişi ondan soruşdu ki, qiblə əhlindən birini heç kimsəyə kafir dedinizmi? Adlandırdınızmı? Qalə ma'adallah. Dedi ki, Allah qorusun. Qalə fəhəl tusammunahu müşrikən? Deyir, yəni müşrik adlandırdınızmı? Qalə lə. Dedi ki, xeyr. Vahb ibn Münabbih deyir ki, qalə səltu Cabiran. Cabirdən soruşdum. Həl fil musallinə min tavağit? Namaz qılanlardan tağutlar varmı? Qalə lə. Və səltu həl fihim müşrik? Qalə lə. Soruşdum ki, onlardan müşrik də varmı? Qalə. Dedi ki, yox. Bu kimə rəddiyədir? İndiki təkfir cəmaatına, hansı ki, müəyyən günah sahiblərini və yaxud hansı müsəlmanların hakimlərini, yəni Allahdan başqasının qoyduğu qanunlarla hökm vermək bəhanəsi ilə İslamdan çıxardırlar, onlara qarşı çıxmağa həvəsləndirirlər. Əlbəttə, bunların hamısının məqsədi dünyadır. Necə ki, Həsən Basridən soruşurlar, deyir ki, xavariclər haqqında nə fikirləşsən? Deyir ki, onlar dünya əhlidir. Deyir ki, necə onlardan birisi namaz qılır, oruç tutur, belə Allah üçün vuruşur. Həsən deyir ki, onlara hakim namaz qılmağı qadağa eləyir, deyir yox. Deyir, oruç tutmağı qadağa eləyir, yox. Deyir, həcc etməyi qadağa eləyir, yox. Deyir, onda nə üçün vuruşurlar? Niyə üçün vuruşurlar? Yəni, dünyada nəsə çatmır, naqislik var, ona görə vuruşurlar. Yəni, dünya əhlidirlər. Və bu dəlillər, səhabələrdə onun dəlillər hamısı onu göstərir ki, insan açıq aydın dilinlə, əməlinlə 100% heç bir şübhə qalmadan şirk eləyirsə və boynunu alırsa, o halda insan nə olur? Müşrik olur. Və Tavus buyurur ki, İbn Ömər'in yanında xavariclər zikr olundu. Fəqilə innəhum yüşərrikunən nəs. Qalə lə yəkunu müşrikin həttə yəqulu məsnə. İbn Ömərə deyirlər ki, xavariclər insanları deyirlər ki, onlar Allaha şirk qoşur. Və onda İbn Ömər deyir ki, onlar müşrik olmazlar həttə yəqulu məsnə. Həttə deyir, 2 Allah demincə. 2 Allah demincə. Yəni, yavın açıq aydın küfür demincə müşrik olmurlar.